File menüsündə biz indiyənəcən tabları öyrəndik. Home, Insert, Design, Layout, hələ ki Insert'ə qədər öyrənmişik. Bir ədəd də dedik ki, file menüsü var. Hansı ki, bizə yeni sənəd yaratmağa, yaratdığım sənədi açmağa, sənəd haqqında məlumat yadda saxlamaq, başqa adla başqa yerdə və s. kimi əmrləri gətirib göstərir. File menüsünə gediş edəndə məni belə bir pəncərə qarşılayır. Açılan bu pəncərə mənə home hal-hazırda, yəni ana ekran deməkdir. Blank dokument, boş səhifə. Bunlar isə gördüklərimiz şablon, yaradılmış şablon, üzlük vərəqləri, təqdimat vərəqləridir. Word tərəfindən şablonlardır. Bu bəzi versiyalarda yoxdur. Yeni versiyalar əlavə olunub. Recent isə mənə ən son istifadə etdiyim faylları göstərir. Belə. New isə mənə yeni sənəd yarat deyir. Gəlib əmrin üzərinə bir dəfə kliklədikdə mənim üçün yeni yarada biləcəyim elementləri gətirib göstərir. Yaratdığım element boş səhifədir, blank dokument dediyimiz kimi artıq bilirik və sənədin adını dokument 1 kimi burada qeyd edir. Və şablon, standart şablon vərəqlərdir. Mən blank dokument deyib yeni sənədə keçid edə bilirəm. Bu yeni sənəd yaradır. Sizdə dayandı ekran görüntüsü. Yeni sənəd yaradıb durub. Yeni sənəd yaradır və yeni sənəd yaradır. Və mən gəlib, əgər ki, məsələn, görürsünüzmü, mətin yazmışam. Yazdığım mətinin üstündə klaviaturadan Ctrl-N deyəndə də mənə yeni sənəd yaradacaq. Qısa yol vasitəsilə yeni sənəd yaradacaq. Ctrl-N. Və bu ekranı görürsünüz. Bəli. Və burada cəhd müraciət alətlər panelinin içərisində gələcəm bu üç bucağı bir dəfə klikləyəndə mənə belə bir alt menünü təqdim edəcək. Təqdim etdiyi, məsələn, burada new open əmrləri vasitəsilə də mən yeni sənəd yarada biləcəm. Cəhd müraciət əlavə etsəm, burada yeni sənəd yaratmaq əmrini burada görəcəm və əlavə etmiş olacam. Yəni, Word daxilində yeni sənəd yaratmaq üçün biz deyirik ki, file menüsündən blank dokument, sonra new əmrindən blank dokument və sənəd üzərində Ctrl-N və bir də ki, cəhd müraciət alətlər panelindən new əmrini klikləyəndə bizim üçün yeni sənədi yaratmış olacaq. Burada open mənə deyir ki, əvvəlcədən kompüterin yaddaşında yaratdığım, yaddaşda saxladığım Word fayllarını mənə aç. Məsələn, mən buradan gəlmişəm, bu sənədi yazmışam dokument 1 adı altında. Mənə gəlib sual verirlər ki, dünən yazdığın ərizəni aç. Çoxsu gedir, bağlayır, düymələri bağlayır, proqram bağlayır, gedir, axtarış edir, tapır. Word daxilindəsinizsə, sizə lazım olan faylı açmaq üçün fayl menüsündən buradan open əmri, bir də ki, cəhd müraciətdə var open əmri. Bir dəfə klikləyəcəm, open dialog pəncərəsini görürsünüz, gətirdi qarşıma. Qısa yol olaraq Ctrl-O-dur. Baxın, Ctrl-O elədim, yenə open açır mənim üçün. Baxın, görürsünüzmü? Və yaxud da ki, fayl menüsuna daxil oluram. Open deyirəm. Deyəndən sonra burada mənim ən son istifadə etdiklərimdir. Tutalım hansıdırsa bu ən son istifadə etdiklərim içərisindən birini tapıram, götürürəm. Yox, mənə ən son istifadə etdiyim yox. 2 ay bundan qabaqçı və ən son müraciət etdiyim qovluq da burada görsənir, dokument də burada görsənir. Və yazır da, məsələn, last week, keçən həftə, digər günlər və s. burada göstərir. Mən gedib, məsələn, kompüterimin yaddaşındakı qovluğu açmaq istəyirəm. This PC-yə, Browse yazılıb, ora daxil olacaqsınız. İstədiyiniz birinə daxil ola bilərsiniz. This PC deyirəm. Açır mənə qovluqları. Browse daxil olanda da qovluqları açacaq. Bir dəqiqə gözləyək. Görürsünüzmü? Open dialog pəncərəsinin adı burada qeyd olunub. Məsələn, mən deyirəm ki, hardadır mənim lazım olan Word faylim? Yükləmələrdə ola bilər, dokumentdə ola bilər. İndi o yaratdığınız faylın yerini siz özünüz işlədikcə biləcəksiniz. 4 daxilində yeni sənəd yaratmaq üçün biz deyirik ki, file menüsündən blank dokument, sonra new əmrləri ilə blank dokument və sənəd üzərində Ctrl-N və bir də ki, cəhd müraciət alətlər panelindən new əmrini klikləyəndə bizim üçün yeni sənəd yaratmış olacaq.
Necə biləcəksiniz? Yəni bir istifadəçi bilir də Word fayllarını hansı qovluqda saxlayır. Məsələn, mən open deyirəm, gəlirəm buradan bir dənə qovluq yükləmələr qovluğudur. Lazım olan bir dənə Word faylını açıram. Məsələn, bunu açaq. Bir dəfə klikləyirəm. Fayl name hissəsinə adı düşübsə, demək ki, o fayl seçilib. Gəlib təsdiq edəndə həmin sənədi mənim üçün açacaq. Açdım. Və ekran görüntüsünü də dayandırdım. Sizdə dayanıb yəqin ki, eləmi? Bəli, bəli. Yəni, həmin fayla keçid etdim. Gəldik deməli, fayl menyusundan infoya. Info sənəd haqqında məlumat təqdim edir bizə. Neçə səhifədir, neçə səhifədən ibarətdir, nə vaxt yaranıb. Bir dəfə klikləsəm, bunu biz, fayl menyusunu biz referensdə də keçəcəyik. Bu info əmrini. Burada da fayl menyusunda da veriblər. Protect dokument var ki, bax sənəd haqqında hal-hazırki arxada açıq sənəd haqqında məlumat verilib ki, səhifə nömrəsi, söz sayı, titulu və s. burada qeyd olunub. Burada protect dokument var ki, biz onun girişinə məhdudiyyət qoya bilərik. Məsələn, yalnız oxuma görünüş rejiminə gətirə bilərik və girişinə parol qoya bilərik. Bir dəfə klikləsəm, parolu qeyd etsəm, gəlib təsdiq edəcəm. Təkrar istəyir parolu bizdən. Gəlib də təsdiq edəcəm. Artıq bu sənəd parola düşdü. Mən bunu indi seyvəsdə sizə göstərəcəm parolu necə silmək və yaxud da ki, necə parolla açmaq olur. Artıq bu parola düşdü. İndi gəldik save əmrinə. Save isə bizim sənədimizi yaddaşda saxlayır. Yenə həmişəki qayda ilə cəhd müraciət alətlər panelində də seyvəs var. Sənədi olduğu adlı olduğu yerdə saxlamaq. Məsələn, mən sənəd indi yaratmışam, yaddaşa verməmişəm deyə bu məndən qovluq yeri tələb eləyəcək, ad tələb eləyəcək. Mən gələcəm fayl menyusundan save deyəcəm, yadda saxlamaq istəyirəmsə. Və yaxud da ki, cəhd müraciətdən save deyəcəm. Qısa yol olaraq isə Ctrl S deyəcəm. Bax, görürsünüzmü? İlk sənəddir deyə mənə seyvəs pəncərəsini gətirir. Yəni, yaratmışam, hələ yaddaşda yer verməmişəm. Mən deyirəm ki, this PC-dən gözləyək. Burada, məsələn, saxla dokumentdə açır dokumenti və adını qeyd etmək üçün mənə sahə yaradır. Məsələn, adı da olsun, qeyri-adi ad qoyaq ki, biz onu axtaranda tapa bilək. Təsdiq eləyirəm, ad yerləşdirdim və gəlib save deyirəm. Artıq bu sənədi, görürsünüzmü, adı dokument birdən qeyd etdiyim ada çevrildi. Bu işə dokumentlərdə BB adı altında yaradılmış bir sənəddir. Mən indi həmin bu sənədi axtarış etmək istəyirəmsə, deməli, işçi masada axtaracam dokumenti. Burada sizdə görsənmir, amma ekran görüntüsü eləyirəm, ona baxarsınız. Çıxış eləyirəm, dayanırım, inanırsınız ki, mənlik bir şey yoxdur. Məsələn, dokumenti axtarıram. Dokumentdən sonra mənə lazım olan ad nə idi? BB deyə yer qoymuşdum. Həmin BB-ni seçirəm və həmin sənədi açmış oluram. Sənədə yer verirəm, ad verirəm, aparıb yaddaşda saxlayıram. Baxın, açıldı həmin sənəd BB adı altında. Gəldi indi seyvəsə. Seyvəs bizə nə deyir? Sənədi başqa adla, başqa yerdə saxla. Məsələn, mənim sənədimin adı var və mən dedim ki, bunu dokumentdə saxlamışam da bu sənədi, düzdürmü? Mənə deyirlər ki, bu sənəd artıq dokumentdə olmasın, məsələn, yükləmələr qovluğunda olsun, başqa adla. Bunun üçün fayl menyusundan seyvəsdən istifadə eləyəcəm və klaviatura qısa yolu F12 düyməsidir. F12 sadə işləməzsə, Shift F12 ilə vuracağıq. Məsələn, indi mən F12-ni vursam və yaxud da ki, fayl menyusundan seyvəs desəm,
Mənə məsələn browse deyirəm, daha çox qovluqlara daxil oluram, yükləmələrə yerləşdirirəm. Bu hal-hazırda dokumentdədir. Hal-hazırda durduğu yer görsənir. Dokumentə keçirəm. Keçəndən sonra məsələn bu BB adını dəyişib qoyuram. Məsələn bu adda faylımız var. XX olsun, CX olsun. Gəlirəm save deyirəm. Artıq bu sənədin adını görürsünüzmü? XX deyə bir sənəd adı ilə dəyişdirdim. Və mən save-ə gələndə görərəm ki, həmin bu sənədi qovluq olaraq görək göstərəcək. Qovluq olaraq bayaq dokumentdə idi. Mən bunu qovluq olaraq yükləmələrə göndərmişəm. Save ilə save-əsin fərqi odur ki, baxın indi gəlin save-əsi nə zaman istifadə edirik? Sənəd üzərində dəyişiklik aparmışamsa, İstəyirəm ki, bu sənəd buradakı ad ilə olduğu yükləmələr qovluğunda yadda qalsın. Mən ona Ctrl+S deyəcəm. Mən ona gələcəm, buradan save deyəcəm. Mən ona fayl menyusundan gəlib save deyəcəm. Bunu bilirsiniz, mən istəyirəm ki, bunun qovluğun adını və sənədin adını dəyişim. O zaman save-ə müraciət eləyəcəyim. Fərqləri budur. Başa düşdük? Bəli. Başa düşdüysə nə yaxşı. Save ilə save-əsin fərqi, save-in klaviatura qısa yolu Ctrl+S, save-əsinki F12-dir, klaviatura qısa yolu. Biz bunu dedik, cəhd müraciətdən də edə bilərik. Biz bunu fayl menyusundakı əmrlərdən də edə bilərik. Printə gəldik, sənədin çapa verilməsi. Bura mətin əlavə edək. Sənədi çapa vermək üçün bilirik ki, bizə sənədin kopyası lazım olur, eynisi lazım olur. Bunun üçün printerə müraciət edirik. Qısa yolu Ctrl+P-dir. Məsələn, gəlib mənə deyək görək neçə səhifədir. Hələ ki yüklənir. Burada hələ ki göstərmir. O 7 səhifəli sənəddə 14 dənə, kursor 14-cü səhifədə dayanır. Bu sənədi deyir ki, göndər çapa. Fayl menyusuna daxil olanda burada print əmri var. Print deyirəm. Klaviatura qısa yolu Ctrl+P-dir ki, print pəncərəsini mənə aktiv edir. Görürsünüz də print pəncərəsini. Bəli. Yuxarıda idarə etmə düymələrini saxlayır və sənədin adını saxlayır. Burada kopya sayı hissəsinə, bu balaca pəncərəyə biz kopya sayını çıxardırıq. Məsələn, 3 deyək. Bizə göndərilmiş bu sənəddən neçə kopya lazımdırsa, o kopyanın sayını bura qeyd edirik. Qoşulu olan printer görsənir. Bu qoşulu olan printer, yəni özü avtomatik qoşulur. Ya Bluetooth-la, ya USB vasitəsilə qoşulur, özü göstərir. Yəni mən özüm qoşuram da kompüterə. Qoşulu olan printer göstərir, dedik, adı yazılır ora. Mən ən son bu printerdən istifadə eləmişəm, ən son bu printerin adı burada görsənir. Print all pages var ki, burada açılan bu balaca dialoq pəncərəsində print all pages bütün səhifələrin çapıdır. A-dan Z-yə, 1-dən məsələn 14-əcən bütün səhifəni çap edəcək. Print selection passivdir, səbəbi isə seçilmiş hissə yoxdur. Bu əmr mənə deyir ki, sənin sənədində seçilmiş hissə varsa, həmin o hissəni sadəcə printdən çıxart. Baxın, aktiv olacaq bura. Print selection. Görsünüzmü? Getdim, mətni seçdim, aktiv oldu. Print all pages bütün səhifənin çapıdır dedik. Print selection seçilmiş səhifənin çapıdır. Print current pages nədir? Məsələn, kursorum 14-cü səhifədə dayanmayıb mı? Sadəcə 14-cü səhifəni çapdan çıxardacaq. Current cari səhifənin çapı deməkdir. Cari də o deməkdir ki, hal-hazırda gördüyüm, hal-hazırda üstündə iş apardığım səhifə.
Custom print isə seçilmiş səhifələrin çapı deməkdir. Bunda biraz diqqətli olaq. Məsələn, gətiriblər mənə 17 səhifəli sənəd, düzdürmü? Deyir ki, bu 17 səhifəli sənəddən klaviaturanı gətirək. Məsələn, mənə ikinci səhifəni, düzdürmü? Vergül, 6-cı səhifəni, vergül, 9-cu səhifəni və deyirəm ki, vergül, məsələn, 9 deyirəm ki, 11-dən də minus 17-yə qədər çapdan çıxar. Düzdürmü? İkinci səhifə, vergül qoyduqlarım mənə deyəcək həmin səhifələri, yəni 17 səhifəli sənəddən ikinci səhifəni, 6-cı səhifəni, 9-cu səhifəni və gələcək 11-17 daxil olmaqla 11-dən ta ki 17-yə qədər bütün səhifələri çap edəcək. Yəni, ardıcıllığı vergüllə, aralığı minusla göstərib də, yəni həmin aralıqda. Gəldi print one side bir səhifəli çap deməkdir. Print both side iki səhifəli çap deməkdir. Collected var, uncollected var. Məsələn, kopya sayı 3-dür də, düzdürmü? Collected ənənəvi üsulla 1-dən 17-yəcən çıxardıb dayanır birinci adamın. Keçir 1-dən 17-yəcən çıxardır dayanır ikinci adamın. 1-dən 17-yəcən çıxardır dayanır üçüncü adamın. Amma uncollected nə deyir? Bir səhifədən 3 dənə çıxardır, ikinci səhifədən 3 dənə, dördüncü səhifədən 3 dənə, beşinci səhifədən 3 dənə, ta ki 17-ci səhifədən 3 dənə çıxardır, yəni qruplaşdırır. Bu həm uzun üsuldur, həm də ki bu üsulda kim canından bezib ki bir-bir götürə qruplaşdırır, ona görə uncollecteddən istifadə olunur. Printin orientasiyası var, vərəqin orientasiyası. Bunu biz layoutda da keçəcəyik. Yəni, səhifə düzəni adı altında lentavımız var, orada da qeyd eləyəcəyik. Bu bizə nə deyir? Bu bizə onu deyir ki, vərəqin istiqamətini dəyiş. Vərəqin iki cür istiqaməti var. Birinci A4, biri də ki, length space, yəni A4-ün yan çevrili albom formasıdır. İndi sizin çapınıza, sizin sənədinizə hansı uyğundursa, həmin o orientasiyadan istifadə edəcəksiniz. Standart isə bilirik ki, portret formasıdır. Görünüş rejimlərində biz bunu keçirdik ki, portret görünüş rejimi. Vərəqin ölçüsü var ki, vərəqin ölçüsünü müəyyən edir. A5, A4, B5, B3, burada müxtəlif ölçülər. Standart bilirik ki, A4-dür. Sənəd çapdan çıxan zaman A4 formatında çıxır. Kənar boşluqları var ki, sənədin kənar boşluqları. Biz bunu layoutda da indi birazdan sonra qismət olsa keçəcəyik. Yəni, sənədin kənar boşluqları normal yazılan hər zaman normaldır. Aşağı və yuxarı ölçünü özü təyin edir. Bir səhifədə çap zamanı isə, məsələn, bu nə deməkdir? Tutalım 8 demişəmsə, bir vərəqə 8 səhifə yerləşdirəcək. Bu A4-də, məsələn, bir dənə A4-də 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə səhifəni yerləşdirib çap edəcək. Məsələn, indi bir üzlüdürsə, bir vərəqdə minimum çap sayı bir üzlüdürsə 1-dir. İki üzlüdürsə, əgər ki, minimum çap sayı 2 dənədir. Bir A4-də minimum bir üzlü çap zamanı bir dənə səhifə çap eləyə bilir. Və əgər ki, bir üzlüdürsə bir vərəqdə maksimum 16, iki üzlüdürsə bir vərəqdə maksimum 32. 16-sı burada, 16-sı da vərəqin o birisi tərs üzündə çap zamanı səhifə yerləşdirə bilir. Reklam vərəqlərində falan sonra biz şəkillər çıxardırıq, 3-ün 4-ə şəkillərini. Məsələn, onun balaca vərəqdə burada indi onu necə çıxardırlar? Vərəqin ölçüsünü dəyişirlər. İndi onlara uyğun olan ölçü hansıdırsa o ölçüdə dəyişirlər və bir vərəqdə məsələn götürürlər ki, 4 dənə çap elə, 6 dənə çap elə. Bax, buradan təyin edirlər onu. Gəl indi normal bir sənədi çapa verən zaman nəyə diqqət edirik ona baxaq. Məsələn, biz deyirəm ki, bütün səhifələrin çapı, iki yüzlü çap deyirəm, collected deyirəm, ölçüsü A4 deyirəm. Normal və bir üzdə bir vərəq. Yəni, standart vərəqi, standart kitabdır, sənəddir, çap edirsinizsə bu parametrlərlə çapa göndərirsiniz.
Buradakı seçənəklər sizə qalıb ki, hansı seçenek altında çapa göndərirsinizsə tutalım. Seçilmiş hissəni mi çapa göndərirsiniz? Git gətirməni lütfen. Seçilmiş hissəni mi çapa göndərirsiniz? Cari səhifəni mi çapa göndərirsiniz? Custom print deyib lazım olan vərəqləri mi çapa göndərirsiniz? O sizdən asılıdır. İstiqamətini mi dəyişmək istəyirsiniz? Bir vərəqdə neçə səhifəni çap etmək istəyirsiniz? Artıq o sizə qalıb, öz kriteriyalarınızdır ki, çap etdiyiniz sənədin kriteriyası nədirsə, o kriteriyanı təyin edib çap etmiş olursunuz. Print pəncərəsindən də bura qədər. Başa düşdük? Bəli. Yaxşı. Başa düşdük deməli. Fayl menüsündən də buracan insert'ü də keçmişdi. Yorulmamsızsa dizaynı da izah etmək istəyirəm. Edin müəllimə. Edeyim, o birisi görüm xanımlar nə deyəcək. Səkinə xanım, Pərvin dedi. Bəli, müəllimə. Bəli, edin. Yaxşı. Gəldik dizaynda. Bəzi kompüterlərdə dizaynla layout birləşikdir. Bəzilərində ayırıb ayrı-ayrı lent tabı formatında göstərib. Yəni qeyri-adi bir şey yoxdur. Sadəcə birləşikdir və ayrılıb da. İndi burada məndə ayrı görsənir. Birinci bu dokument format hissəsi sənəddəki, məsələn, formatlaşdırma işlərini daha da asan yolla göstərmək üçün bizə kömək edib. Asan yolunu gətirib bizə. Məsələn, bunu daha dəqiq göstərmək üçün insert lent tabından siz ya şəkil, ya fiqur, ya üzlük vərəq əlavə etməlisiniz ki, dizayndakı bu vərəqin dizaynı haqqında məlumatı daha geniş başa düşə bilərsiniz. Çünki buradan gəlib bir dəfə klik desəm heç bir dəyişiklik olmayacaq. Ona görə sənədə cover page əlavə edək. Dedik ki, cover page sənədə üzlük vərəqini əlavə edir və hər zaman birinci vərəqdə dayanır. Gözlüyə açılsın. Açıldı. Açılan bu üzlük vərəqlərindən birini götürək, sənədə əlavə edək. Məsələn, bunu götürək. Hər zaman birinci səhifəyə əlavə edir və sənədə məxsus bir üzlük vərəqi olur. Dizayna gəldim. Dizayna gələndə bu tema hissəsini görürsünüzmü? Bu bizə üzlük vərəqinin tamamilə görünüşünü dəyişə bilməyimiz üçün hazır şablon görünüşlər təqdim edir ki, siz buradan bunu dəyişə bilərsiniz. Bu isə bu mətin formasında o həmin o üzlük vərəqin içərisində yazılmış mətnlərin stilləridir. Müxtəlif şrift ölçüsündə, müxtəlif başlıq formasında, müxtəlif rənglərdə özünü göstərir. Color hissəsindən siz daha çox bu üzlük vərəqinə rəng çalarını tətbiq edə bilərsiniz. Yəni rəng tonlarını təyin edə bilərsiniz. Font hissəsinə gələndə yenə bu şriftin ölçüsüdür, şriftin növüdür. Məsələn, bu mətin qutusu içərisindəki istədiyiniz bu mətnləri şriftin dəyişə bilərsiniz. Paragraf spacing bu mətnlər arasındakı ara boşluğu təyin edir. Effekt isə müəyyən bir effektlər təqdim edir, hansı ki, buradakı obyektlərə gördüyümüz bu mətin qutusuna. Bu da belə. Bunun üçün istifadə olunur. Gəlin bu üzlük vərəqini də sənəddən götürək. Insertdən əlavə etmişəmsə, insertdən ləğv etməliyəm. Remove deyirəm, ləğv edirəm. Aha. Gəldi indi dizayna. Dizaynda bizə 3 dənə əmr var ki, ən çox istifadə olunan və əsas əmrlərdən biridir ki, page background əmrlər qrupu. Elhamdülillah. Birinci watermarkdır. Watermark görmüsünüz, adı su nişanəsi deməkdir. Sənədin arxa fonuna solğun mətin tipini əlavə edir, şəkil əlavə edir. İstiqamət baxımından 2 cür olur, horizontal və diagonal. Yəni, burada görürsünüzmü, Word mənə şablon təqdim edib də, həmin şablonu götürüb bir dəfə klikləsəm, sənədin görürsünüz, arxa fonuna solğun düşür. Bəs yaxşı, mənim öz adım, mən müəlliməm, test kitabçamı çap edirəm, istəyirəm ki, arxasına mənim adım düşsün, necə edərəm? Watermarkdan əvvəl əlbəttə ki, açılan dialoq pəncərəsindən custom watermark əmri var. Dedik ki, bu custom watermarkdır. Custom əmri bizə daha çoxunu gətirir, təqdim edir. Custom watermark bir dəfə klikləyirəm, açılır belə bir pəncərə. Belə bir dialoq pəncərəsində mən deyirəm ki, watermark yazı üslubunu əlavə etmək istəyirəm.
Text watermark deyib klikləyirəm, aşağıdakı pəncərəni aktiv edirəm. Azərbaycan latındır. Text hissəsinə, text bölməsinə mənə lazım olan adı yazıram. Məsələn, yazım ki, Office proqramları, kalibri, şriftini dəyişə bilərsiniz. Avto deməkdir ki, buradakı ölçüləri də təyin edə bilərsiniz. Avto həmişə o avtofit əmri vardı. Deyirdi ki, pəncərənin ölçüsünə görə cədvəl avtomatik nizamla. Burada da avto əmri o deməkdir ki, yəni A4-ün ölçüsünə görə özün o yazını nizamla. Rəngini də qırmızı deyək. Mən həmişə bu məsələlərdə qırmızı görmüşəm. Diagonal və horizontal. Diagonal çarpaz, horizontal isə üfüqi deməkdir. Gəlirəm, təsdiq edirəm. Təsdiq. Görürsünüzmü, ofis proqramlarını solğun rəngdə. Çap zamanı da, əgər rəngli printer desəniz, qırmızı görsənəcək. Çap zamanı da bunu sənəddə görmək olacaq. Başa düşdük? Bəli. Bir dəqiqə indi o şəkli necə əlavə edirlər, onu göstərəcəm. Deməli, indi şəkli necə əlavə edərik? Şəkil dediyim loqolardır. Məsələn, bank vərəqlərində falan arxada bankın loqosu görsənir. Tutalım, hər hansı bir restoran falan menüyə baxanda həmin restoranın arxa fonda şəkli görsənir. Remove background, remove watermark deyib sənəddən götürəcəksiniz. İndi görək o şəkli necə yerləşdirmək olur. Custom watermark deyirəm. Açılan pəncərədə, dialog pəncərəsindən deyirəm ki, picture watermark. Burada select pictures əmri var. Görək hardan əlavə edir. Work offline deyək də bunun yüklənməsini deyirəm ki, kompüterimin yaddaşından birbaşa gedək. From a file deyib kompüterimin yaddaşından, bu ikisi isə axtarış sistemlərindən də, axtarış sistemi dedim, keçən dəfə şəklin yüklənməsini falan səhv etmirəmsə, mən sizə göstərmişdim də internet üzərindən. Kompüterimin yaddaşından deyirəm, gözləyirəm, açılır. Məsələn, mənim şəkillərin yükləmələrdə olur. Logo kimi bir şəkil, məsələn, buradan bunu götürək, bunu. Gəlirəm, insert deyirəm. Aha, insert dedim, artıq şəkilə gedən yol, məsələn, C-diskində, user papkasında, yükləmələrdə, azı adı altında JPG-da bu sənədin bu faylın genişlənməsi deməkdir. JPG şəkil faylı olduğunu mənə göstərir. Bayağı bir testimiz vardı, DocX. Bax, odur. DocX-də biz baxan kimi bilirik ki, bu Word faylıdır. JPG-ya da baxan kimi bilirik ki, şəkil faylıdır. Gəlirəm təsdiq edəndə. Arxaya görürsünüzmü, solğun formada düşdü. Çap zamanı da rəngli çapdırsa, bu mavi formatda da görsənəcək. İndi sizə bir şey demək istəyirəm ki, bu şəkili biraz da olsun qabarıq etmək lazımdır. Qabarıq olunur. Custom watermark'a daxil olanda burada washout var. Washout əmri. Bunun ingilis dilində oxunuşunu washout bilirəm. Mən başqa bilirsinizsə deyil. İngilis dili oxunuşunu. Washoutdur. Bunu klikləyib, quşu götürüb, gəlib təsdiq edəndə, görürsünüzmü, daha çarpıcı formada düşür. Watermark'dan gəldik, məsələn, bunu kliklədim, gəlirəm təsdiq edəndə daha solğun formatda düşəcək. Əlavə etdiyim bu watermark'ı da götürmək istəyirəmsə sənəddən, gələcəm remove watermark deyəcəm. Page color'a gəldik. Page color sənədin, səhifənin rəngi deməkdir. Buradan istədiyim rəngi götürüb sənədimə əlavə edə bilərəm. More colors isə sizə daha çox rəngləri təqdim edəcək. Çaşdırmayın özünüzü. Biz Homeland tabında keçmişdik həmin bu shading əmrini. Dedik ki, bu abzasın arxa fonunun rəngini dəyişir. Həmin bu əmr abzasın verilmiş sətirlərinin arxa fonunun rəngini dəyişir, sətirlərinin arxa fonunun rəngini. Design lent tabındakı page color isə sənəddəki, daha doğrusu vərəqin arxa fonunun rəngini dəyişir. Çap zamanı isə o albom, uşaqlar üçün albomlar görmüşsünüz, rəngli vərəqlər.
albom olur, renkli vərəqləri olur. Yəqin ki, görmüsün. Həmin bu vərəqləri buradan, çap zamanı buradan istifadə edirlər. Renkli çapdan da, çıxardanda görsənir renkli A4-də. Ləğv etmək üçün isə page colordan gələcəksiniz, no color deyəcəksiniz. Sənədinizdəki bu renkli A4 formatı ləğv olmuş olacaq. Gəldik page border isə sənədin sərhədləri deməkdir. Deyəsən bizə bunu Səkinə xanım qabaqcadan tapşırığını işləyib göndərmişdi. Yoxsa mən səhv xatırlayıram. Kimsə işləyib göndərmişdi. Biz bunu hələ indi keçirik. Page border sənədin kənar sərhədləri deməkdir. Biz kənar sərhəddə olaraq keçmişdik border səmrini. Bu bizim seçilmiş abzasın, sözün, cümlənin sərhədləri demək idi. Sağdan, soldan, aşağıdan, yuxarıdan növləri var. Bu isə bizim vərəqimizin kənar sərhəddi deməkdir. Page borderə gələndə burada növləri var. Xətlərin növləri var. O xətlərin növlərini seçib, qalınlığını təyin edə bilərəm. Məsələn, baxaq, tutalım ki, məsələn, biraz kölgəli, qırıq-qırıq xətlə kölgəli deyirəm. Avtomatik color deyib rəngini təyin edə bilərsiniz. Buradan qalınlığını təyin edə bilərsiniz. Bu pəncərədəki qalınlığı falan cədvəllərdə görmüşük. Gəlirəm təsdiq edəndə, necə təsdiq etmişəmsə, sənədə o formatda da düşür. İndi bəzən olur ki, hansı ki mənə, məsələn, uşaqlar üçün hazırlayıramsa, rəngli formatda çərçivələr lazımdırsa, açılan pəncərədən artı hissəsindən, dialoq pəncərəsindən mənə istədiyim buradan növünü götürə bilərəm, müxtəlif bir növünü gəlib təsdiq eləyəcəm. Məsələn, bu nədir? Bizə sağdan, soldan, aşağıdan, yuxarıdan hansı lazım deyilsə, onları tənzimləyə bilirəm. Gəlib təsdiq edirəm. Və burada var ki, while document bütün səhifə üçündür, this selection seçilmiş səhifə üçündür, yalnız tək səhifələr üçün təqdim olunacaq, all isə bütün səhifələr üçün təqdim olunacaq. Mən burada mənə while document lazımdır, bütün sənəd üçün. Və yaxud da ki, first page only, yalnız birinci səhifə üçün deyirəmsə, təsdiq edəcəm və görürsünüzmü, yalnız birinci səhifə üçün mənə gətirib bu çərçivəni təqdim edir. Bunu necə etdim? Tamamilə buradan. While document bütün səhifədir. Bax, bütün səhifəni while hamısı deməkdir. Bütün səhifə üçün tətbiq etdim. Məsələn, sizə yalnız birinci səhifəni etmək təqdim olunubsa, açılan pəncərədən buradan seçəcəyik ki, selection seçilmişdir. First page only, yalnız birinci səhifə üçün. Təsdiq etsəm, yalnız birinci səhifə üçün. Bura isə bütün səhifələr üçündür. Selection isə seçilmişdir. Gəlin o selection da göstərim sizə. Yalnız seçilmiş səhifə üçün necə etmək olur? Ləğv etmək üçün none deyirsiniz. Gəlib təsdiq edirsiniz. Ləğv edir. Bu, məsələn, seçilmiş səhifə üçün istəyirəmsə, səhifənizi qeyd edirəm əvvəlcə. Qeyd eləyək bir də. Page border isə gəlirəm. Buradan baxın, özü aktiv eləyir. Yox, first only, yalnız birincidir. Yox, aktiv etmirmiş. Selection deyib, buradan növ seçəndə, gəlib təsdiq edəndə, yalnız seçilmiş səhifə təqdim etmədi bizə. Bütün səhifə üçünü gətirdi. Təqdim etdi. Bəzən məsələn bayraq seçmək olur da, kənarlara lazım olur. Onda hardan götürəcək? Burada standartlarda o yoxdur məncə. Hə, yoxdur. Bəs o bayraq məsələn seçmək üçün necə əlavə etməlidir? Bir dənə onu mən də baxım. Yəqin şəkil əlavə etmək burada heç görməmişəm. Şəkil əlavə etməni. Bəs bu diplomlar hazırlanır, onların kənarlarını necə eləyirlər? Bir dənə indi ona baxım görmüş. Burada heç mən şəkil əlavə etməni görməmişəm. Burada
onu şəkildən əlavə etmək lazımdır. Amma mən heç inanırsınız ki, o şəkil əlavə etməni burada görməmişəm. Paragraf falan da bu deyil. Bəlkə də Səkinə xanım sizə deyim onu necə eləyirlər. Reklam vərəqlərinin çapı üçün xüsusi proqram var. Reklam vərəqidir, dizayn vərəqləridir. Bax, onu o proqramdan edirlər. Word bizə onu məhdudiyyət qoyur da qarşımıza, eləmək olmur. Çünki burada heç də lazım olmayan fiqurlar göstəriblər. Başa düşdüm. Onu oradan əlavə edirlər. O xüsusi proqramlar var, Photoshop proqramları oradan gətirir, yerləşdirirlər. Bir dəqiqəmiz qaldı. Bunu da məsələn ləğv etmək istəyiriksə, gətirib təsdiq edirik, getdi. İndi biz indi növbəti qoşulacağımızda 15 dəqiqəmiz də qalıb əslində. Layout izah eləyərəm.